Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, bugün Emaşen vəsaitindən olan iş və hovuz məsələlərinə baxırıq. İş və hovuz məsələlərinə keçməmişdən öncə bildirim ki, e, bu hissədə bilməli olduğunuz məqam nədir? Əgər bir məsələnin tərkibində iş görürsünüzsə, yəni fərqi yoxdur. Əvvəldə olsun, sonrada olsun, ortada olsun, fərqi yoxdur. İş varsa, o hissədə düz mütənasiblik var. Yəni çarpaz şəkildə vurulacaq. Yox, əgər iş yoxdursa, qarşı-qarşıya vurulacaq. Nə demək istəyirəm? İndi məsələləri həll elədikcə daha da aydın başa düşəcəksiniz. Deməli, birinci sualda belə deyir. Arif 40 testi 30 dəqiqəyə işləyirsə, o eyni sürətlə 180 testi neçə dəqiqə işləyər? Əgər 40 test 30 dəqiqədə işləyibsə, 180 test neçə dəqiqədə işləyib? Gördüyünüz kimi, məsələ nədən ibarətdir? 40 test mənim işimdir. Düzdür? Dəqiqədə zamandır. İş varsa və zaman aralığında həmişə çarpaz vurma var. Bax, bunu demək istəyirəm. İş və zaman aralığında çarpaz vurma var. Yəni, 40-ı x-ə vururam, bərabər edirəm 180-i də 30-a vururam. Bu deməkdir. İndi burada sıfırlar gedir və yaxud da bunun sıfırla aparaq. 4 ilə 180 özü ixtisar gedir. Burada neçə qalır? Deməli 18-i 4-ə 4, burada da 5, 45. 45-i də 3-ə vuranda 3 dənə 40-ın 120, bu da 135. Cavabımız oldu Y variantı. Keçirik ikinci suala. 2 traktor gün ərzində 14 sot ərazini şumlayırsa. Bax, traktor nədir? Birinci onu düşün. Traktor nədir? Hansısa bir işi görən alətdir də, düzdürmü? Deməli, işçi rolunda gedir. Əgər 2 traktor, belə deyim, 2 traktor 14 sot ərazini şumlayırsa, bəs 5 traktor neçə sot ərazini şumlayacaq? Traktor işçidir. 14 sot ərazidə mənim nəyimdir? İşimdir. Düzdür? Bu zaman çarpaz şəkildə vurulacaq. Çünki burada iş var. Ona görə də nə yazıram? 2 vurulsun x, yəni 2x bərabərdir. 14-ü də 5-ə vururam. 2-dən 14 burada ixtisar gedir. Burada qalır 7. X də bərabərdir 7, 5-in 35. Gördüyünüz kimi 2 traktor əgər 14 sot ərazini şumlayırsa, traktorların sayı artdıqca ərazinin sotu da artmış olacaq. Bu zaman olacaq D variantı 35-ə bərabər. Üçüncü suala baxırıq. 4 krant hovuzu 90 dəqiqə doldurur. Bax, 4 krant. Krant nədir? İşçi. Düzdür? Burada dəqiqədə mən bilirəm ki, zamandır. Burada iş yoxdur. İş yoxdursa, mən yazmamış bildim ki, bu qarşı-qarşıya vurulacaq. Deməli, 4 krant 90 dəqiqəyə vurulursa, 6 eyni krant hovuzu neçə dəqiqəyə dolduracaq? X. Bəzən olur, müəllimlər düşünür ki, mən bunu çarpaz mı vurum, qarşı-qarşıya mı vurum? Bax, o hissəni artıq mən sizə dedim. Yəni, iş varsa çarpaz, iş yoxdursa qarşı-qarşıya. Burada iş yoxdur. Qarşı-qarşıya vurulacaq. 4-ü 90-a vuracam. Bərabərdir. 6-nı da x-ə vuracam. 6x yazacam. 6 ilə 90 ixtisar gedir. Elə 6-nın özünə. Burada 1 qalır. 30-un da içində 6 5 dəfə. İndi x-in də qiyməti 15-i 4-ə vuranda 60-a bərabər olur. Cavab D variantı. Bax, gördüyünüz kimi 4 krant 90 dəqiqə doldursa 6 krant 60 dəqiqə. Bax, bu nə deməkdir bu? Krantların sayı 4-dən nədir? Bu 90 dəqiqəyə doldurur. Krantın sayını artıranda 6 olanda. Əlbəttə ki, zaman azalmış olacaq. Yəni, biri var, bir usta tək başına görə. Məsələn, evə usta çağırırsınız. Deyirsən ki, mənim bu 10 günlük işimi neçə günlə bitirərsən? Ümumilikdə belə tək nəfər üçün 10 günlükdür. Deyir ki, elə 10 günə bitirərəm. Yanında səhər günü birini də gətirir. Bir nəfər də gətirir ki, kömək eləsin. Artıq iş 10 günə yox, 5 günə bitmiş olacaq. Çünki yanında köməkçisi var. Düzdür? Və onun üçün qarşı-qarşıya vuruldu. Yəni, əgər işçi və zaman aralığı varsa qarşı-qarşıya, iş və zaman olsaydı, çarpaz şəkildə vurulardı. 4-cü sual. Gündə 6 saat işləyən işçi işi 8 günə bitirir. Bax, 6 saat işləyirsə, 8 günə bitirirsə, əgər o gündə 4 saat işləsə, bu işi neçə günə bitirir? Bu işi 4 saat işləsə neçə günə bitirəcək? Burada fikirləşin, 6 saat gün. Saat da, gün də zamandır. Bax, burada da zamandır, burada da zamandır. Deməli, zaman və zaman aralığında da
qarşı-qarşıya vurulacaq. Niyə? İş yoxdur çünki. İş olsaydı çarpaz olardı. Deməli 6 saat 8 günə bitirirsə, 6 saat işləyərək işi 8 günə bitirirsə, o gündə 4 saat işləsə, işi neçə günə bitirəcək? 6 vurulsun 8 bərabərdir 4x-ə. 6, 8-in 48, 48 də 4-ə böləndə eləyəcək x bərabərdir 12. Və yaxud da belə də eləyə bilərsiniz. 4-ün özünə ixtisar gedir 2, 2, 6-ın 12 fərqi yoxdur. Yenə də cavab 12 alınacaq. 5-ci sual. Murad bir işin 4-də 3-ünü 9 günə qurtarır. Əgər mən düşünməliyəm ki, bir işi 4-də 3-ünü 9 günə bitirirsə, 4-də 4-ünü, yəni hamısını neçə günə bitirəcək? Bunun üçün sanki məsələnin şərtini dəyişirəm, deyirəm ki, 4-də 3 hissəsi 9 olan ədədir mən edinəm. 9-u 3-ə bölüb 4-ə vuracağıq. Bu da eləyəcək 12. Deməli, işimiz ümumilikdə 12 gündən ibarət bir işdir və məxrəcə yazılır. 12 günlük işdə 6 gün işləsə, işin 6-ya ixtisar gedir, 2-də 1 qalır. İşin yarısı görülmüş olacaq, yəni 2-də 1-i. Boru hovuzun yarısını 6 saata doldurur. Baxın, hovuzun yarısını 6-ya doldurursa, yəni 6 saata doldurursa, hamısını 12 saata doldurur və məxrəcdə mən demişəm ki, bütöv işin miqdarı məxrəcə yazılır. Bu işdə 4 saat işləsə, hansı hissəsi dolar? Təbii ki, 4-ə ixtisar gedir, 3-də 1 hissəsi dolmuş olacaq. Cavabımız A variantı. Eyni gücə malik 2 nasos boş hovuzu 4 saata doldurur. Deməli, 2 nasos. Nasos nədir? İşçi. Bu da zamandır. Boş hovuzu 4 saata doldurur. İşçi və zaman aralığında demişdim qarşı-qarşıya var. Eyni gücə malik 2 nasos hovuzu 4 saata doldurur. Nasoslardan biri bu hovuzu neçə saata doldurur? Deməli, 2 vur 4 bərabərdir x. X də bərabərdir 8. Bu da nə deməkdir? Əgər 2 nasos 4 saata doldurursa, 1 nasos artıq işin miqdarı azalanda, nasosun sayı azalanda işin vaxtı çoxalmış olacaq da. Ona görə əvvəl 4 idi, sonra oldu 8. Ona görə cavabımız oldu B variantı. Sonraki suala baxırıq. 8-ci sual. Eyni gücə malik 25 işçinin 25 günə görə bildiyi bir işi 125 işçi neçə günə yerinə yetirər? İşçi var, zaman var. Ona görə də bax 25-i əgər 25 günə bitirirsə, 125-i neçə günə bitirəcək? Bu zaman iş yoxdursa, qarşı-qarşıya vurulacaq. 25 vurulsun 25 bərabərdir 125 x-ə. 25 ilə 125 ixtisar gedir. Qalır burada 5. Düzdürmü? Yazdıq. 5, 5-in 25 düzdür. 5. Yazılır 25, 25 bərabərdir 5x. X də bərabərdir 5-ə. Yəni 25-i də 5-ə böldüm 5-ə. Eyni gücə malik 25 işçinin 25 günə görə bildiyi bir işi 125 işçilərin sayı çoxaldı. Ona görə də günün miqdarı azalmış olacaq. Yəni 5 günə bitirmiş olacaqlar işi. Bayaq mən dediyim usta məsələsidir. 9. Murad məqaləni 8 günə yazıb qurtarır. O 6 günə məqalənin hansı hissəsini yazar? Ümumilikdə 8 gün məxrəcə yazılırdı. 6 gün sürətə yazılırdı. Buradan da 2-yə ixtisar gedəndə 3 burada qalır. 2-yə gedir 4 burada qalır. Hansı hissəsini yazar? 4-dən 3 hissəsini yazmış olacaq. 10-cu sual. İşçi bir işi gündə 5 saat işləyərək 12 günə yerinə yetirir. İşi gündə 5 saat nədir? Zamandır. Zaman aralığıdır. Zaman. 5 saat işləyərək 12 günə yerinə yetirir. Eyni işi 10 günə bitirmək üçün gündə neçə saat işləməlidir? 10 gündə bitirmək üçün gündə neçə saat işləməlidir? Zaman və zaman aralığında qarşı-qarşıya var. 5 vur 12 bərabərdir x vurulsun 10. Burada 5 ilə 10 ixtisar gedir. 2 qalır. 12 ilə də 2 ixtisar gedir. Burada 6 qalır. Deməli, x-in cavabı 6-ya bərabərdir. Əgər 10 gündə bitirmək istəsə, gündə onda 6 saat işləməlidir ki, iş 12 günə yox, 10 günə bitsin. 11-ci sual. Tahir bir işin 9-da 2-sini 12 saata yerinə yetirdiyinə görə. İndi bax, bura qədər oxudum. Deyirəm ki, yaxşı, bir işin 9-da 2-sini 12 saata yerinə yetirirsə, hamısını neçə saata yerinə yetirəcək? 12 bölünsün 2 vurulsun 9. Yəni 9-da 2 hissəsi 12 olan ədədi tap deyirsə,
12-ni 2-yə böldüm 6, 6 9-un 54. Deməli iş 54 günlük işdir. O bu işin yarısını neçə saata yerinə yetirər? Əgər iş 54 saatlıq işdirsə, bütöv iş 54 günlük işdir. Yarısı da 27-yə bərabər olmuş olacaq. 12-ci suala baxırıq. Eyni güclü 5 qram bir hovuzu 20 saata doldurursa. Deməli 5 krant. Krant nədir? İşçi. Bu da nədir? Zaman. 5 krant əgər 20 saata doldurursa, bu krantlardan 4'ü bu hovuzu neçə saata dolduracaq? Mütləq ki, burada artım baş verəcək. Çünki niyə? Krantın sayı 5 dənədir. Zaman 20 saatdır. Əgər krantların birini bağlasaq, 4 krant qalsa və zaman uzamış olacaq da, yəni vaxt müddəti artmış olacaq. Ona görə də işi olmadığı üçün qarşı-qarşıya vurulacaq. 5 vur 20 bərabərdir 4 vur x-i. 4 ilə 20 ixtisar gedir 5, x-in də qiyməti 25-ə bərabərdir. Cavabımız C variantı. Əvvəl 20 idi, oldu 25. 13-cü suala baxırıq. 12 stolu, bax burada artıq 3 dənə kəmiyyət var. Nədir? Stol nədir? 12 stol. Mənim işimdir də, yəni iş yazıram bura. 12 stolu 8 işçi, bax işçi. Burada da zaman var. 8 işçi 10 saata təmir edirsə, 30 stolu 25 işçi neçə saata təmir edəcək? Bu tipli 3 kəmiyyətlilərdə biraz çaşqınlıq yarada bilər, amma biz artıq bilirik ki, iş olan yer çarpaz, iş olmayan yer qarşı-qarşıya vurulacaq. Yəni iş olan çarpaz olacaq, işçi və zaman aralığında qarşı-qarşıya olacaq. Bu zaman nə yazırıq? 30, baxın. 30. Vurdum 8'ə, vurdum 10'a. Niyə görə? Gördüyünüz kimi bax, 30'u 8'ə vurdum və sonra 10'a vurdum. Bərabər elədim. 12'ni 25'ə vurdum. Burada çatmadı yer. Yenə gəlin onda bunu belə biraz balaca yazaq, çatsın. Silmədi. Nəsə problem oldu, düzəltdim amma. Aha. 12 stolu, deməli bu iş idi, işçi idi, bir də zaman idi. 12 stolu 8 işçi 10 saata, 30 stolu 25 işçi neçə saata təmir edər? Demişdim ki, iş və işçi arasında çarpaz, iş yoxdursa nə olur? Qarşı-qarşıya olur. 30'u vururam 8'ə, vururam 10'a. Bərabərdir 12 vur 25 vur x. İndi burada 30 ilə 25 ixtisar gedir. Nə qalır burada? 30'u 5'ə böldüm 6, 25'i 5'ə böldüm 5. 10 ilə 5'in özü ixtisar gedir. Burada qalır 2. 12 ilə 2 ixtisar gedir. Burada qalır 6. X-in də qiyməti, yəni 6x əgər 6'ya bərabərdirsə, yox 6 vurulsun 8'ə bərabərdirsə, burada 6'lar da ixtisar gedir. Yerdə qalır nə? Yəni bax buradakı 6 ilə bu 6 ixtisar gedir. Yerdə bir dənə burada qalır 8. Deməli x-in qiyməti 8'ə bərabərdir. Əgər 12 stolu 8 işçi 10 saata təmir edirsə, 30 stolu 25 işçi 8 saata təmir etmiş olacaq. Deməli 14-cü sualda deyir 20 fəhlə. Fəhlə nədir? İşçi. Yəni kimdir daha doğrusu? Fəhlə işçidir. 25 kilometr asfaltı, asfalt nədir? Mənim işimdir də, yəni asfalt çəkmək mənim işimdir. 8 günə zamandır. Gördüyünüz kimi burada iş artıq ortadadır. 20 fəhlə 250 kilometrlik yeri 8 günə çəkib qurtarırsa, 16 fəhlə 400 kilometr yolu neçə günə bitirəcək? İş ortadadır, deməli hər iki tərəfdən çarpaz vurulacaq. Çünki həm iş bu tərəfə sayılır, həm də sol tərəfə, sağ tərəfə, həm də sol tərəfə sayılır. Bu zaman nə yazıram? 20 vurulsun 400, vurulsun 8 bərabərdir. 16 vurulsun 250, vurulsun x. İndi burada ixtisarımızı aparaq. Bu 0 ilə bu 0 getsin. 16'nı 4'ə
4, 20-ni 4-ə 5. 25 ilə 5 ixtisar gedir. Burada qalır 5. Sonra nə qaldı? Gəl sadələşdirilmiş formasını yazaq. Vurulsun 8 bərabərdir 4 vurulsun 5 vurulsun x. Bu 40 ilə də bu 5 ixtisar getsin. Burada qalsın 8, burada da qalsın 1. 8 ilə də bu 4 ixtisar gedir. Burada 2 qalır. X-in də qiyməti 16-ya bərabər olmuş olur. Cavabımız Y variantı. 15-ci sual. 20 işçi bir işi gündə 4 saat işləyərək 6 günə yerinə yetirir. İşçi ilə adından da görüldüyü kimi 4 saat zaman, 6 gün zaman. Yazırıq altına. 20 işçi 4 saat işləsə, iş 6 günə bitər. Eyni gücdəki 12 işçi gündə 10 saat işləsə, iş neçə günə bitmiş olacaq? Heç bir yerdə biz işə rast gəlmədik, hər tərəf qarşı-qarşıya vurulacaq. Bu zaman 20 vurulsun 4, vurulsun 6 bərabərdir. 12 vurulsun 10, vurulsun x-ə. 20 ilə 10 ixtisar gedir, 2 qalır. 12 ilə 2 ixtisar gedir, 6 qalır. 6 ilə 6 ixtisar gedir, heç nə qalmır. X-in də qiyməti 4-ə bərabər olmuş olur. Cavab C variantı.